Demək, y bərabərdir x kvadrat çıx 6x plus b parabolasının təpə nöqtəsindən koordinat başlanğıcına qədər məsafə 3/5 olarsa, b-nin kiçik qiymətini tapmağı soruşur bizdən. İlk öncə gəlin bunun təpə nöqtəsinin koordinatını tapaq. M bərabərdir -b bölü 2a. 6 bölü 2 olacaq 3. N-i isə tapmaq üçün b lazımdır, b yoxdur. N də olsun, eləcə n. Təpə nöqtəsinin x-i budur, y-i də elə n olsun. Koordinat başlanğıcına qədər məsafə, yəni 3n nöqtəsindən koordinat başlanğıcı, yəni 0-0-a qədər məsafə 3/5-dir. Məsafə düsturuna görə kök altında 3 çıx 0-ın kvadratı, yəni 3-ün kvadratı plus n-in kvadratı bərabər olmalıdır. Kök altında 9 vur 5 45-ə. Deməli 3-ün kvadratı olacaq 9 plus n kvadratı bərabərdir 45-ə. N kvadratı bərabərdir 36-ya. N də olacaq plus minus 6. N 6-dır. Yəni parabolanın təpə nöqtəsinin ordinatı 6-dır. Ordinatı necə yazırdıq? X-in yerinə gətir 3 yaz, bərabər eləyəcək. Bir dəfə 6-ya, bir dəfə də -6. X-in yerinə 3 yazsam 9 çıx 18 üstə gəl b bərabərdir 6-ya. Buradan b bərabər olacaq 15-ə. Bir dəfə də n-in yerinə -6 yazsam 9 çıxılsın 8 üstə gəl b bərabər -6-ya 18. Buradan b bərabər olacaq 3-ə. Olacaq -9. Bu tərəfə keçəndə 9 çıx 6 3. B-nin kiçik qiyməti olacaq 3.